Bu günlərin biz Azərbaycanımızın çox gözəl qonaqpərvər rayonlarından biri olan Kürdəmir rayonundayıq. İllər əvvəl biz dəfələrlə Kürdəmir şəhəri, Kürdəmir rayonunun məktəblərinin şagirdləri, müəllimlər haqqında gözəl çəkilişlər eləmişik. Bugünkü gündə sizə təqdim edəcəyim şagird bizim gözəl balamız və sizin seviminiz, müəllimlərin sevimlisi, məktəbdə seçilən nümunəvi şagirdi sizlərə təqdim eləmək istəyirəm. Gözəl bala, adın soyadın nədir? Zəhra Həsənova. Çox gözəl. Hansı məktəbin şagirdisən? 4 nömrəli məktəbi. Çox gözəl. Neçənci sinifdə oxuyursan? 4-cü. Ay maşallah. Arzu edilir ki, inşallah gələcəkdə təkcə 4 nömrəli deyil, atan anan deyil, həm də vətənimizin fəxri olasan inşallah. Adın, soyadın dedin. Bəs böyüyəndə gələcəkdə hansı peşənin sahibi olmalı istəyirsən? Vəkil olmaq. Ay maşallah. Vəkillər biraz diribaş olmalıdır, biraz belə diribaş olmalıdır. Bax bu qədər peşənin içində sən nəyə görə vəkillik peşəsini seçdin? Bax, atan, anan və yaxud da ki, qohumlarından kim vəkil idi? Yoxsa özünün uşaqlıq arzundur? Özümün arzusudur olmaq. Uşaqlıq arzundur. Ay maşallah. Məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Müəllimələr hamısını sevirəm. İbtidai sinif müəllimi sən kim olur? Könül müəllimə. Bəs indiki sinif rəhbəri? Könül müəllimə deyənə. Neçənci sinifdə oxuyursan? 4-cü. Hə, 4-də oxuyursan da, könül müəllim. Çox gözəl. Və bu məktəbimizin direktoru kimdir? Sarı Məmmədə, Könül Məmmədə öz adımızdan dərin təşəkkürümü bildirirəm. Amma müəllimlərlə bərabər sən yaxşı təhsil almağında daha çox əziyyət çəkən sənin valideynlərindir. O bizi qarşıladı deputat nənə. O deputat nənənin adı nədir? İncəki nənə var, o nənə deyir. Kifayət Həsənova Kifayət. Ona da öz adına sağ ol deyirik. Və o birisi nənənin adı nədir? Sevin. Sevindim. Çox gözəl. Və sənin yaxşı təhsil almağın üçün atan da, anan da əziyyəti böyütdü. Atanın adı nədir? Soltan. Ananın adı? Aygün. Aygün. Və hər birinin öz adımızdan dərin təşəkkürümü bildiririk. Sənin gözəl təhsil almağın üçün, gələcəkdə yaxşı vətəndaş olmaq üçün əllərindən gələni əsirgəmədiklərinə görə sənə dərin təşəkkürümü bildiririk. Hörmətli izləyicilərimiz, bu günlərin 30 sentyabr 2025-ci il biz gözəl balamızı sizlərə təqdim elədik. Arzu edirik ki, bizim bu gözəl balamız təkcə məktəbin deyil, təkcə rayonun deyil, həm də vətənimizin fəxri olsun. Arzu edirik ki, inşallah gələcəkdə Azərbaycanımızın bayrağını yüksəklərə qaldıran dəyərli vətəndaşlardan biri olsun. İndi bizə söz verəcəksən, bugün 30 sentyabrdır. Bax, bu kadrlara 7 il sonra, 8 il sonra, 10 il sonra baxanda deyərsən ki, Vüsal müəllimə mən söz vermişəm. Bizə nə söz verirsən? Söz verirsənmi ki, ən yüksək balla ali məktəbə qəbul olacaqsan? Söz verirsənmi ki, inşallah prezident təqaüdçüsü olacaqsan? Söz verirəm. İnşallah. Biz də sənə söz veririk ki, sənin uğur və nailiyyətlərini hər zaman işlandıracağıq. Təşəkkür edirik, minnətdarım bildiririk. Balaca bacının adı nədir? Kifayət. O da yaxşı oxuyur mu? Yoxsa getmir məktəbə? Getmir. Hə, inşallah o da sənin kimi yaxşı oxuyar Kifayət balada və sənə uğurlar dilərik. Bəli, hörmətli izləyicilərimiz, biz 4 nömrəli məktəbin qabaqsız və istedadlı şagird sizlərə təqdim edirik. Təşəkkürlər, minnətdarım. Sağ olun.